Hello, salam əzizlərim. Deməli, mən ayın 26-sı getməliydim həkimə. Getdim. Neçə gündə halım yoxdur çəkməyə. Çəkdim axırı. Getdim, gipsi çıxartdılar, şükürlər olsun. Rengenin cavabı yaxşı çıxdı, amma hər gözəlin bir eybi olan kimi əmması da var. Mən dedim ki, heç olmasa əsa ilə gəzə bilərəm, amma yox, 16-sına qədər, hələ ki 16-sına qədər daha 3 həftədə, yəni 26-sından 21 gün 3 həftə keçmək 16-sına candım. 16-sına qədər ayağımı yerə basmalı deyiləm. Çəliklə gəzə bilmirəm, çünki baxdım videolarda belə necəsə atırlar, abanlar, qorxuram çəliklə dəyərəm yerə. Ona görə də araba inanım. Sənəd işlərimdə tökülüb qalıb, məhz özümə aid olan vergi, obursu, azran imza, obursu, bubursu. Amma bir yerindən də yaxşıdır ki, gəlir əldə et. Bu dövrdə gəlirim olmadığı üçün vergi hesabatı, sıfır hesabatı verməliyəm. Bir yandan da yaxşıdır ki, deyir, hər şeyin pis tərəfi olan kimi qazancım olmamağı pis tərəfidir. Yaxşı tərəfi də odur ki, mən o vergini hesabatına gecikdirsəm, mənə ştraf düşməyəcək, çünki sıfırlandır. Bəlkə də zəng vurdum, öyrəndim necə. Sənəd işlərim tökülüb qalıb özümə aid olan. İcra hakimiyyətinin də icabına baxacağım. Tək icra hakimiyyəti yox. Orada o bina var. İndi o trubanı çəkiblər. O şəkil məndədir. Qeyri-qanuni olaraq yağış sularını pləkanın altından keçirdiblər. Kanalizasiya. Həm kanalizasiya tutulacaqdı. Tutula bilər. Həm də ki, üstünü örtüblər. Bəndəcək bir əndrabadi bir forma alıb pləkan, hansı ki təhlükəlidir, neçə adam yıxılan təhər olub, ayağı burxulub, ən pis xəsarət alan mənəm. O Əsəd Əhmədov 110-suz da problemli binadır, təhvil verilməyən binadır. Onunla da davam var məhkəmədə, icra hakimiyyəti ilə də davam mütləq olaraq var ki, niyə icra hakimiyyəti? Bu dövrdə gəlirim olmadığı üçün vergi hesabatı, sıfır hesabatı verməliyəm. Bir yandan da yaxşıdır ki, deyir, hər şeyin pis tərəfi olan kimi qazancım olmamağı pis tərəfidir. Yaxşı tərəfi də odur ki, mən o vergini hesabatına gecikdirsəm, mənə ştraf düşməyəcək, çünki sıfırlandır. Bəlkə də zəng vurdum, öyrəndim necə. Sənəd işlərim tökülüb qalıb özümə aid olan. İcra hakimiyyətinin də icabına baxacağım. Tək icra hakimiyyəti yox. Orada o bina var, indi o trubanı çəkiblər, o şəkil məndədir. Qeyri-qanuni olaraq yağış sularını pləkanın altından keçirdiblər, kanalizasiya. Həm kanalizasiya tutulacaqdı. Tutula bilər. Həm də ki, üstünü örtüblər. Bəndəcək bir əndrabadi bir forma alıb pləkan, hansı ki təhlükəlidir, neçə adam yıxılan təhər olub, ayağı burxulub, ən pis xəsarət alan mənəm. O Əsəd Əhmədov 110-suz da problemli binadır, təhvil verilməyən binadır. Onunla da davam var məhkəmədə, icra hakimiyyəti ilə də davam mütləq olaraq var ki, niyə icra hakimiyyəti? Amma o məhkəmə artıq inşallah məhkəmə filan ora-bura getməliyəm. Ayağım tam sağalandan sonra, yəqin ki, gələn ildə. Yəni ki, imam üçün ağlayanda Yezi üçün də necə deyərlər ağlarım. Mən onu atalar məsələ demişdim. Mənim bir cahil izləyicim deyir ki, yox, imamı Yezidə lənət çıxar. Mən nə deyirəm, sən nə deyirsin, ay izləyici. Mən başqa şey deyirəm, tamamilə. Hə, neysə, yəni ki, həm davam olacaq o bina ilə. Niyə onu elə çəkib? Davam olacaq icra hakimiyyəti ilə, xüsusilə Fərhad Hacıyevlə dəvət elədik. Əlbə yaxa yoxa dövlətimiz var, məhkəməyə verəcəm ki, niyə Fərhad Hacıyev nəzarət edib yuxarı instansı olan Elşad müəllimə, icra başçısına, icra rəhbərinə deməyib və onlar da niyə icabına baxmayıblar. Gələk kimi hadisə ola ki, o trubanı kəsələr, görmürdülər. Bu ağ və ya qara formada onsuz da onları titrədəcəklər, ağılları başlarına gələcək. Hə, yəni 16-sına can gəzə bilmirəm. Məhkəməliyində belə də Allahın məhkəməsinə vermişəm. O truba çəkən kimdirsə onu da nəzarət edib yuxarı instansiyaya xəbər verməyən Fərhad və digər icra hakimiyyətinin məsul işçilərini də icra başçısının rəhbərinin özünü də Allahın məhkəməsinə vermişəm ki, Fərhadın başını əzizləyir, uzağı ya xəbərdarlıq ya töhmət verəcək. Halbuki işdən, məcəllədə işinə pis yanaşmaz, nəsə belə xəsarət falan alıb. Ümumiyyətlə o dövlət qulluqçuluğundan onu üstündən xət çəkməlidir. Çünki boşu-boşuna dövlət büdcəsindən pul yeyir, boşu-boşuna da qocalandı dövlət büdcəsindən dövlət qulluqçusu olduğuna görə, xalqa xidmət etməyən dövlət qulluqçusu olduğuna görə pensiya alacaq. Yəni ki, göydə Allah görür də, mənim oğlum da nə əzab çəkir, 80 yaşında anam da nə əzab çəkir. Onu da ki, Allahın məhkəməsinə vermişəm, ilahi ədalət böyütmə. Həmişə deyirəm, dövlət cəzalandırsın, nəinki